Ata, Allah haqqında sual vermək günahdır. Yox, əzizim, heç vaxt Allah haqqında sual vermək günah deyil. Əksinə, bu çox yaxşı bir işdir. İnsanlar hər zaman Allahla bağlı sualları veriblər və peyğəmbərlər də bu sualları cavablandırıblar. Heç kim deməyib ki, niyə Allah barədə sual verirsiniz? Yox, heç kim belə deməyib. Allahın özü istəyir ki, insanlar onu tanısınlar, başa düşsünlər. Əgər sənin də Allah haqqında sualın varsa, mənə, anana, müəllimənə və ya bir din xadiminə verə bilərsən. Yəni mən Allahı tanımaq üçün suallar verə bilərəm. Əlbəttə balam, Allah haqqında düşünmək, sual vermək və öyrənmək çox gözəl bir şeydir. Bu Allahın da sevdiyi bir davranışdır.